Salam, hər vaxtınız xeyir olsun. Hörmətli könüllü ictimai nəşrçilər, hər birinizi salamlayıram. Bugün bildiyiniz kimi 20 yanvar faciəsinin anı günüdür. Odur ki, mən də Cənubi Təşkilatının sədri olaraq şəhidlər xiyabanındayam. Burada olan şəhidlərimizi xatırladım, onların məzarlarına məktub qoydu. Allah'tan 20 yanvar şəhidləri, ümumən bütün şəhidlərimizə rəhmət diləyirəm. Ruhları şad olsun. Şəhidlərimiz, 20 yanvar şəhidləri ölkəmizin ərazi bütövlüyü, xüsusilə də Sovet ideologiyasının qurbanları oldular. Bununla belə öz qanları ilə tarix yazılmışlar. Azərbaycan Respublikasının demək olar ki, əsaslı, fundamental əsaslı qoyuldu. Bir daha bütün şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə can sağlığı və onlara sağlam can arzulayır. Hörmətlər, Cənubi Ictimai Təşkilatının sədri Nəsir Nurullayev.